Donuz əti niyə haramdır? Elə bir səbəbi var ki, heç ağlına belə gəlməyib. Donuz öz nəcisini belə yeyir. Həzm sistemi zəifdir. Yediyi hər zibil bədənində yığılır və sən onun ətini yeyəndə qalanını sən təxmin elə. 40 dəqiqəyə çürüyür. Donuz əti insan bədənində o qədər tez çürüyür ki, mədəyə toksin yaymağa vaxt belə tapmır. Qan dövranına zəhərlər qarışır, nəticə olaraq yorğunluq, dəri problemləri, hətta depressiya. Bədənə enerjidən çox ağırlıq verir. Donuz əti yeyəndən sonra qəribə bir yuxululuq, əziylik gəlir. Səbəbi, vücud bu çirkli maddəni tanımır, onu atmaq üçün mübarizə aparır. Psixoloji təsirləri. Bəzi araşdırmalar göstərir ki, donuz əti beyindəki serotonin balansını poza bilər. Gərginlik, əsəb, hətta aqressiya artar. Donuz tənbəl və hər şeyə laqeyd canlıdır. Onun ətində bu enerji kodlanıb. Sən də yeyəndə o sənə keçir. Təbiətə bax, vəhşi heyvanlar da donuz ətindən uzaq qalır. Aslan, şir, bəbir heç biri vəhşi donuzu asanlıqla yemir. Onlar instinktiv olaraq bilir ki, bu ət təmiz deyil. Donuz bəşər tarixində təmizlikdən uzaq bir heyvan kimi simvollaşdırılır. Bəs niyə? Çünki bu heyvanın genetik kodunda zibilli yığma var. Yəni o, yer üzünün bioloji zibil qabısıdır. Yəni məsələ sadəcə haramdır deməklə bitmir. Bədən, ruh, enerji hamısı təsir alır.